Xoş gördük hörmətli tamaşaçılar. Mən Şubat Sanlar. Sizlərə müəyyən günlərlə bunları açıqlar, onları gözətmək istəyirəm. Gəl qızım yaxından görsət, həmişə günümüzünə mən sizə köməklik eləyəcəkdir. Bax, belə bir şokolad gülüdür. Görün nə qədər qəşəngdir. Gözəl ətri var. Bu tövsiyə edici bir növdür. Bir dəfə alırsan, bax sonra həmişə daima bax belə güllər olur. Ondan sonra paşa bığı. Bax, bu paşa bığı paşa bığı bax yaxından gətirib də göstər qızım bunları. Bax belə toxumlar olur. Ondan sonra bu toxumlardan əkirsən bitirlər. Və mən bunu toxumlarını kəsmişəm. Toxumları kəsəndən sonra təkrar çiçəkləməyə başlayır. Və sizə burada göstərim. Başından palmasıdır. Bax belə sapları olur. Bəzi adam deyir ki, alıram məsələn, çoxlu pul verirəm, palmalarım bitmir. Ancaq bu növdən alsanız, bax belə daima çiçək üstündə məsələn belə yaşıllıq olur, aşağıda davamlıdır, ölmür. Mesela çiçək düzəcəklər. Baxın nə qədər qəşəngdir. Leş kaktusu deyirlər, kaktus növüdür. Bax belə tumurcuqları var. Belə tumurcuqları var. Və burada gül açıqdır. Görün nə qədər qəşəngdir, rəngi gözəldir. Ancaq buna nəyə görə leş kaktus deyirlər? Bunlar axşamlar evdə olanda axşam ağır hava iyi ətri olur. Yəni xoş olmayan ətirləri olur. Buna görə bunu həyətdə açıq havada saxlamaq tövsiyə edirəm. Və buradan dekorum. İstediğim mor sallayım. Güzeldir. Nağılı xan nağılının motivi çiçəklərin əsasındadır. Bunun bir neçə rəngləri mövcud olur. Bizim evdə yalnız bundandır. Bunu belə qırıb əkirsən bitir. Yəni elə çoxaltmaq olur. Belə bir güldür. Və onu özüm tutmuşam. Kofta idi. Bir yere getmişdi. Yolda xanımlar hamısı sual verirlər ki, şimdi paltarınız var. Dedim özüm tutmuşam. Bunları kətanda bunu Sərəncam xanım Gəncə Dövlət Universitetinin müəlliməsi var. Hörmətli Sərəncam xanım mənim üçün hədiyyə getmişdi bu kətan parçanı. Xanımın da bombalığının onunda mərifət var. Çox qeyri-adi bir xanımdır. Instagram səhifəsi var. Çox qabiliyyətli xanımdır. Gözəl insandır. Bu mənim üçün hədiyyə getmişdi parçanı. Mən də belə tikdim. Belə bir paltar tikdim. Xoşuma gəldi. Yəqin siz də bəyənərsiniz. Xanımlar hamısı sual verirlər. Nə geçəngdir. Bu zinyalarımız hazırda açmaq istəyirlər. Və burada bizim xoruz bütünümüz var. Xoruz bütünümüz var. Çok qəşəng məxməri və bunu dəmliyib çayını da içmək olur. Xeyirli bir bitkidir. Bu bizim begonlarımızdır. Ve bizim burada evlerimiz var. Yalaylarımız var. Ve limonlarım var. Burada küçük limonlar için limonlarımız var. Sonra kivi ağacımız var. Kiviler var. Gel buradan. Bak şimdi eve karışık ev işlerine. Bahçede biraz işlerim için aldı. Otlar geliyor. Bu mandalindi, mandalina ağacımdı. Ve bizim burada wisteryamız var. Passiflora. Bak kızım göster bunu. Passifloramız var. Burada da bir tane var. Bunun ağacı bu meyve de getirir. Bu yeyilir. Bak bu. Görün ne kadar qəşəngdir. Bak belə bir çarxı fələk də deyirlər bu bitkiyə. Bak belə çarxı fələk. Və saat gülü də deyirlər. Saat gülü və amma elmi adı passifloradır. Bunu meyvəyə çöndür. Meyvəsi belə olur. Bənövşə rəngdə meyvəsi çox xeyirlidir. Yəni başqa ölkələrdə bunun
meyvəsini yetişdirməklə məşğuldular. Yəni belə bir şeylər var. Burada da atmışdı. Atsır hər gün gəlir. Və bu gülüm var, fil qulağı. Onu da çək qızım. Bax belə bir bitkim var. Sonra bu bizim barbarisdir. Barbarisdə yaşıl olur. Ancaq bu güneş vurduğuna görə, qızım geniş çəkinin kənardan bu hamısı görsənsin. Bax bu güneş gördüyünə görə qırmızı rəngdədir. Qırmızı rəngdədir. Və bizim burada xanyalarımız var. Bu mənim avokado ağacımdır. Bu moruqdur. Moruğu artıq qutarıbdır mövsümü. Gürcüstanın Jambo sort növüdür. Barmaq boşda, yəni mən videolarımda var, çəkmişdim. Çox qəşəng gülləri var. Sonra bunu yenə göstərdim, passifloranı. Bax bu yarpaqlarıdır. Bu da passifloramızdır. Və gedək mən bir-iki dənə yenə göstərdim oradan güllərdən. Bu da avokadomdur. Bunları 2 dənəsini indi calaq eləmək lazımdır ki, meyvə gətirsin. İndi onların calağını yenə gedəndən sonra sizə yenə göstərəcəm. Limonlarımdır. Limon ağaçlarım da orada bir neçə dənə var. Maşallah olsun, çox qəşəng gətirib. Burada king konumuz var. Burada king kondur. Üstündə gülü var idi, elə gözəl bütün dummağa bax çiçəkləmişdi. Toyuqları həyətə buraxırdı, xoruzlar gəldi, yedi. Ona görə də təkrar həyətə qoymuram onları. Bizim burada karides çiçəklərimiz var. Karidesdir. Bunlar dipçəkdəydi, almışdım. İndi bunları həyətə əkmişəm. Görünür qəşəngdir. Sonra burada bizdə var. Burada mənim yıllık gül satışı var. Oradan almışdım. Böyle bir gülümüz var. Ondan sonra gülümüz var. Bunlar hamısı çiçək açmışlar. Hələ ki banan ağacımız var. Dayanan bacım gene həyətindən gətirmişdim. Yapon zontikləri var. Bax belə yapon zontikləridir. Sonra mən burada sizə çəkim göstərdim. Qayardidir. Qeyrət gülü deyirlər. Qayardidir. Çox qəşəngdir. Çox illikli toxumları tökülür, bitir. Və bizim margarit papatyalarımızdır. Sonra burada bizim var. Burada Monardo ətirlidir, çay dəmlənib içir. Limon ilənir. Bax bunu belə eləyirsən limon. Elə bir limondur. Bu Monardadır. Sonra bizim burada güllərim azdır. Bağçanın bir hissəsidir. Burada mənim bir gülüm var. Qızıl gülüm. Sonra kannalarım var. Burada da bizim böyle bir gülümüz var. Bunları gösterdim, böyle bir sintez olsunlar. Benim kızıl güllerim var. Eterli kızıl güllerim. Peygamberimizin sevdiği kızıl gül. Deyilmiş ki ağ kızıl gül cənnətin ətiridir. Sonra mənim belə bir kanlam evimdə var. Yarpaqları belədir. Şimdi o gün çiçək açmışdı. Zaman tapa bilmədim ki çəkim çiçəkləri sizə göstərdim. Kök rəngində çox gözəl. Elə yarpaqların gözəlliyi nəyə desən də bir dekorativdir. Külək xarab eləyibdir. Bu da bizim yapon zontikimizdir. Su palması da deyilir. Ve burada da kannanın bir roz növü var. Bu da çiçeği yoktur. Ondan sonra bizim mən indi gedim həyətimin balkonu var. Orada çəkiliş eləyəcəm. Göstərdim sizlərə. Bu da bir hibiskusdur. Belə bir şey güldür. Gül xətminin ağacıdır. Ağac gül xətmidir. Bunların çiçəklərinin çayı içilir. Mən bunları yığıb toplayıb çay dəmləyirəm. Öskürəyin dərmanıdır. Sonra bizim burada kannalarımız var.
Görün ne kadar güzel rengi var. Ben xalça yumuşam. Xalçanın gölgesi. Annemin cevizi. Görün ne kadar güzel renkleri var. Ve bunları yuyanda bunların renkleri çıktı. Çünkü bunlar bitkilerden hazırlanmış renklerdi. Görün ne kadar güzel renkleri var. Görün ne kadar geçenli bir kızım. Ben bir tane görseydim onu. Akşam yumuşam, kurumağa koymuşam. Görün ne kadar güzel renkleri var. Çok güzeldi. Güzel el işidir hamısı. Əsərdir bunlar hamısı. Deyəsən Kəlbəcər xalçasıdır bu. Səhv eləmirəmsə. Bax görürsünüz nə qədər qəşəngdir. Tam açım. Bir dəqiqə qızım. Mesut gel sen çek kızım buradan.